Prezident müəllimlərin geyim formasını təsdiqləyib, dəyərli izləyicilər, bax bu xəbəri də sizə təqdim edeyim. Artıq məktəb mövsümü ilə bağlı xəbərlərin tədricən aktuallaşdığı dönəmə, vaxta keçid alırıq. Bir 10 gün sonra artıq, belə deyək, bu proseslər biraz da sürətlənəcək. Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ümumi təhsil haqqında qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən dövlət ümumi təhsil müəssisəsində təhsil verənlər üçün geyimlə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları qəyyumluğunda və ya himayəsində olan şəxslər tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir. Dəyişikliyə əsasən dövlət ümumi təhsil müəssisəsində təhsil verənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Nazirlər Kabineti 2 ay müddətinə dövlət ümumi təhsil müəssisəsində təhsil verənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib prezidentə məlumat verməlidir.